Allah istəyir evində öz işini görsün. Qızım, bax sözə bax, sən əl dəyirmanı ilə buğda üyüdürsən. Hər buğdaya Allah bir günah silib sənə bir savab verəcək. Uşağa süd verirsən, südəmar uşaq var idi. Hər damlaya Allah bir günah silib sənə bir savab verəcək. Qab-qaşıq evdə pal-paltar yuyursan, çift getdikcə sənin günahların o cür yuyulacaq. Qulaq az, təndirə ki çörək yapırsan, üz başın tərlənib, o tər cəhənnəm alığını söndürəcək. Qızım, sənə Allah cənnət verəcək, ancaq bunun şərti var. Dedi, ata nədir? Dedi, şərti, kişi gərək səndən razı qalsın. Yəni, bugün qadın ana bacılarımız, mənim də 4 qızım var, nəvələrim var, üzr istəyirəm, başa da sallam. Allah onlardan istəyir ərinə itaat, ərinin razılığı. Qadın evdə xörək bişirir, onun borcudur da, kişi çöl işini görür, deyək ki, qadın da ev işini görür, bu baxımdan borcludur. Yoxsa beşiği tərpməkdə də kişi ilə qadının, belə deyim, yerə növbəyə salsınlar. İndi bizdə qadınlar biraz, bəzən çox əziyyət çəkir. Bir qurtum su evdə hazırlayır, çörək, ərinə verir və s. Bunlar hamısı ibadət yazılır. Allah onları ibadət qərar verir. Ona görə Quran-ı Kərim buyurur, kişi ilə qadın biri digərinin libasıdır. Libas nədir? Yəni, sən onun eybini ört, o sənin eybini ört. Libas bilirik də. Yəni, məsəl üçün, ər-arvad münasibətində zülm yol verilməzdir. Məsələn, bir kişi qadını təhqir edir, söyür, alçatmaq naminə, onun ailəsini təhqir etmək, yəni valideynlərin, səbəbsiz yerə onu qorxutmaq, haqqını tapdalanmaq, maddi cəhətdən onu sıxışdırmaq, ailə sirrini yaymaq. Məsəl üçün, uşaqların yanında bu narahatlıqlar, bunlar yol verilməzdir. Yol verilməzdir. Ona görə Peyğəmbər və imamlarımızın hədisində vardı ki, gərək bunların ikisi biri digərinə çox dəyər verə bilsin. Dəyər versin və Allah verdiyi ruziyə qane olsun. Mən qurtarıram. Bir xanım Peyğəmbərə soruşdu ki, mənim ərim dığdıq edəndir, narahatlıqlar yaradır və s. Peyğəmbər dedi, övladın da var, dedi, bəli var. Dedi, bax, əgər sən səbr edib mənim övladım var, Allah mənə bu kişini yazmışdı. Allah belə istəyir. Sən səbr edib, həyatını yaşasın, dənizin kənarında nə qədər qum olar. O qumların sayı qədər Allah qiyamətdə sənə savab verəcək. Nədir? Ailəni dağıtmadın. Uşağın var. Allah deyim, məni bura yazıb. Və s. Yəni, bu barədə çox danışmaq olar. Fikrim o idi ki, bax, qadın kişiyə əmanətdir. Mütləq Allah o əmanəti soruşacaq kişidən. Sizə qurban. O ailədə ki, belə deyim, şükür çoxalsa, Allahın verdiyi ruziyə qane olsalar, biri digərinə güzəşt etsə, hətta hədisdə var ki, biri xırda narahat tərəfi olanda, bil ki, Allah istəyir sən onu islah və hidayət eləyəsən.